Bir günü Hacı dayının atası xəstələnir, qohum-əqrəbə yığılışır, deyirlər ki, ay hacı, atan səni çağırır, vəsiyyət eləmək istəyir. Deyir ki, mən atam vəsiyyət edirsə, gerək tək girəm yanına. Yaxınlaşır, görür ki, atası dili dodağı titriyir, axır dəqiqələridir, Allahın verdiyi can, Allaha tapşırmaq istəyir. Oğlunu çağırır, deyir ki, ay oğul, tüfəng. Deyir, ay ata, nə tüfəng? Bir də qulağını deyir, tüfəng. Deyir, nə tüfəng? Deyir, tüfəngi götür, Əzrail at. Deyir, ay ata, hanı Əzrail, haradadır? Deyir, pəncərənin qabağında, qoşəllərin divardan götürüb, zarar şirib, bir güllatan kimi pəncərə şağ tökülür. Bir də atasına qulağını yaxınlaşdırır. Deyir ki, ay ata, yox da Əzrail, deyir, şkafın başında. İkinci gülləni də şkafa endirən, şkaf yerlə yesin o. Atasına qulağını dinləyən, gör atası dünyasını dəyişdi. Deyir, rəhmətliyin oğlu yaranan bir gün ölür da, sən geri Əzrail'ə mən aram vurub elə geyərdin ki.